Salam əziz izləyicilər, xoş gördük sizi. Kanalıma abunə olmağı, like atmağı unutmayın, yorum yazmağı unutmayın. Deməli, mən bu günləri qaz ayağı bişirmək qərarına gəldim. Deməli, bir porsiyonu deyəcəm. Mən burada 2 porsiya eləyirəm. Bir porsiyonda 200 qram yağ, kərə yağı, 200-250 qram kəsmik, yəni mən çəki ilə aldım. Paketlə belə deyək, bir paket alsaz, nəzərə alın ki 200 qram olmalıdır, 200-250 qram. Mən çəki ilə almışdım. Yağı təbii ki bu halda əzirik və kəsmiklə qarışdırırıq. Bir yumurta, bir porsiyon tərkibini deyirəm. Bir yumurta, 7 qədər un, yəni 2 stəkan yarım, bəlkə də az, bəlkə də biraz çox, tam bərk halda olmalı deyil xəmiri. Tam yumuşaq halda da olmalı deyil. Orta yumuşaqlıqda olmalıdır. Bir paket vanil, bir paket qabartma tozu əlavə edirəm unun üzərinə və yavaş-yavaş bunu yoğurmağa başlayacağım. Yoğurduktan sonra streç plonkaya keçirdim. Biraz dinlədirəm. Yəni xəmiri bunun əmələ gələn xəmir deyil. Biraz dinlədirəm, bir yarım saat falan, harca 1 saat. Sonra bunu belə yayıb, istəsəz əlinizdə yumru kündələr eləyib, elə də aça bilərsiniz. Mən ölçülər eyni olsun deyə bunu biraz yayıram. Yəni çox yaymaq da lazım deyil. Çox nazik də eləmək lazım deyil. Bu nazikliyini, qalınlığında çox qalın da eləməyin, çünki şişir, çox belə abartı dərəcədə şişəndir xəmiri, çünki yağı, kəsmik var tərkibində. Belə bir çaşka, iri yumru çaşka ölçüsündə elədim. Kanalıma abunə olub, like atmağı, yorum yazmağı unutmayın ki, əziz izləyicilərim, belə videoların ardı daha çox olsun. Bir qaba şəkər tozu, yəni pesok dediyimiz, onu əlavə edirəm. Yəni bir qaba tökürəm və açdığım bu formada, yəni kəsdiyim bu xəmirləri əvvəlcə pesoğa belə batırıram. Sonra onu bu formada qatdalayıb üz hissəsini ancaq qoz çəkilmiş var idi pesokla qarışığı. İstəsəz fındıq qarışığı eləyə bilərsiniz və ya kakao eləyə bilərsiniz. Zövqə görə biz fındıq qoz, mən arada fındıq, arada qozla çəkilmişini pesokla hazırlayıb qoyuram belə bir peçenilərə. Oradan da kündələ hazırlayıb, oradan da listə yığacağam. Allahın köməkliyi ilə inşallah. Göz haqqınızı halal edin. Siz də edin, nuş olsun. Allah hamının ruzusunu bol eləsin, canını sağ eləsin.
Və nəhayət listə yığıram. Mən yağlı kağız üzərinə qoyuram həmişə. Çox rahat olur, altı yanmır, yumşaq olur, rahat olur. Bunu 180 dərəcədə istilikdə bunu bişirirəm. Çox bişmir. 10-15 dəqiqə ərzində çox tez rahat əmələ gələn bir şeydir. Yumşaq peşmək kimi çox dadlı, çox ləzzətli. Böyük bir şeylər də çox böyük belə məhsul tələb edən bir peçenya da deyil, qaz ayağı. Çox gözəldir. Nuş olsun hamınıza. Göz haqqınızı halal edin. Əziz izləyicilərim, növbəti videolarda görüşənə qədər.